əvvəlində gəlirsə, və yenə yazıram. Sözün əvvəlində gəlirsə, plus qalın sayt gələrsə. Məsələn, deyirəm, komando. Komanda. Yox, komando. Daha bu komanda sözünü komanda sözünü komanda oxuya bilməzsiniz. Niyə? Sözün əvvəlində ç gəlir, özündən sonra qalın sayt gəlir. Qalın saytda budur. O, U, A, Ö. Özündən sonra qalın sayt gəlir. Bu artıq belə tələffüz olacaq. Bunun ştrixi olmalıdır. Komando. Yaxşı. Məsələn, deyirəm komandir. Komandir. Necə tələffüz olacaq? Komandir. K üstü ştrix kimi. Aydındır dostlarım. Bunlara insan adları və yaxud heyvan adları aid deyil də yəni. Yox. Bu sadəcə adi sözlər aid. Məsələn, bilirəm amma həmişə bu aspektdən yanaşmaq olmur. Bax, bəzi istisna sözlər var. Məsələn, deyirəm kağız. Düzdür, A qalındır, indi istisnalar olur. Kağız deyirsizsə, Ç ilə deyirsiniz də yaxşı. İstisna var, amma o qaydanı pozmur. Əsasən belə tapırıq. Sözün əvvəli Ç ilə gəlirsə, özündən sonra qalın sayt gəlirsə, o zaman K kimi tələffüz olunur. Kartof, kartof deyil, kartofdur düzgün tələffüzü. Yaxşımı? Bunu da bildik. Nə zaman C səsini verir? Bakılı. Bayaq dediyik, qoşa Ç olarsa, əgər yanaşı Ç gələrsə, bayaq yazmışdıq, 8. Məsələn, mütəkkə. Mütəkkə. Bax, qoşa Ç gələrsə, necə demişdik? Çevrilib bir ikincisi nə olurdu? C kimi. Gördünüz nə zaman C-ni verdi? Mütəkkə. Əgər yanaşı Ç gələrsə, bir də bilirsiniz nədir? 2 dənə kar samit gələrsə, 2 kar samit. Məskən məsəl üçün. Nə? Məskən. Ola bilər. 2 kar samit gələrsə, əgər o 2 kar samitdən biri Ç olarsa, indi bunu yazmıram. O ikinci C-yə çevrilir. 100%. Bəli. Bax, məsələn, deyirəm bitki. Bax, bitki. Məsələn, seçki. Məsələn, məskən. Bax, T da kardır, Ç da kardır. İndi axırda karı necə tapırıq? Asan deyəcəm, narahat olmayın. Ç da kardır, Ç da kardır. S da kardır, Ç da kardır. Yəni 2 dənə kar samit yan-yana gəlirsə, bu kar samitlərdən biri Ç-dırsa, o Ç avtomatik C-yə çevriləcək. Yəni belə, bitki. Tələffüzü yaxşı ki, atom parçalı bərinizə vermirəm, amma onda nə olasıydı? Görətə şoqqalıqdır. Seçki. Onda dəyişməyəcək. İkinci olarsa. Seçki. Məskən. Aydındır. C nə zaman da neydi bildiniz? Bəs yaxşı, K birinci saytda gəlsə məsələn, bax burada Dəyişmir. Əgər ikinci olarsa, 2 dənə kar yan-yana gəlirsə, ikincisi Ç-dırsa dəyişər. Birincidə dəyişmir. Yaxşımı? oldu. Gəldi indi X üstü ştrixə. Bunu da bildik. X üstü ştrix də bilirsiniz necə? Bayaqki X kimidir. Əgər sözün sonu Ç ilə bitirsə, əgər sözün sonu Ç ilə bitərsə, yazda Cavit. Bitərsə. Yoruldum. Məsələn, deyirəm çiçək. Məsələn, deyirəm ləçək. Məsələn, deyirəm çörək. Bu siz düzgün tələffüz olması necə? Çiçək. X üstü ştrix. Çiçək. Ləçək. X üstü ştrix. O belə çiçək olmalıdır. X üstü ştrix.
Ləçək. X üstü iştirik. Üstü iştirik özündən səs verir. Çiçək. İk. İk. Aha, bak siz yazın. X üstü iştirik, ik səsini verir. Buna yüngül y deyirlər, ik. Yüngül y. Başa düşürsünüz? Tam y deyil də, yüngül y-dır. Çiçək, ləçək, çörək, ətək. Yaxşı, da çiçək demirik, çiçək də deyə bilmərik. Y da deyərsiniz. Yüngül y. Yüngül y. Ləçək demirsiniz, ləçək deyirsiniz. Yaxşı mı? İh bitişiyini deyirsiniz. Çörək deyirsiniz. Yaxşı. Əgər sözün sonu ç ilə bitərsə, yenə eyni şeydir. Plus samit. Yenə. Məsələn, deyirəm çiçəklər. Çiçək. Yenə samitdən şəkil çartıram. Necə tələffüz olacaq? Çiçəklər. Çiçəklər. Bəli. Ananı göstəreyim. Çiçəklər. Bəlkə bu nə sual olsun. Məsələn, deyirəm çörəkdən. Çörəkdən imtina et. Çörəkdən. Necə tələffüz olacaq? Çörəkdən. Çörəkdən. Sağ. Çörəkdən. Yaxşı mı ay dostlar? Saat olanda olduğu kimi qalır. Y. Yox. Çiçəyin. Çiçəyə. X iştirik də aydın oldu. Bu xüsusi iştirika aiddir. Əgər olduğu kimi qalırsa, bax sözün sonu ç ilə bitdi, hələ heç nə atılmamışıq. Olduğu kimi qalırsa, x iştirik səsini verir. Və yaxud samitdən şəkil çartında x iştirik səsini verir. İndi baxaq görək nə zaman... Yox, ehtiyac yox. Baxın nə zaman y, yenə sözün sonu ç ilə bitirsə, özündən sonra saitdən şəkil çartırıq. Məsələn, deyirəm çiçək plus ə. Necə çiçəkə deyə bilmərik, çiçəyə deyirik də, çəxə də demirik. Bax, çiçəyə. Çiçəyə. Bunu biraz az bilirsinizsə, heç bu qayda. Məsələn, azdan düzgün danışa bilsəz, bilərsiniz. Çiçək ətri. Bunu əslində düzgün tələffüz olmasa, çiçək ətri deyil, çiçək ətridir, y deyirsiniz. Niyə özünün sonra sait gəlir? Deməli, günü kimi biz kəndçi bildiklərimiz düz danışır. Bəli, çiçək ətri. Cahilsiz axına görə. Aydındır dostlar. Allah razı olsun. Dəyər, sağ olun. Ləçək. Məsələn, ləçəkin. Ləçəyin. Ləçəyin. Yaxşı mı ay dostlar? Keçdi o. Yox, o getməyib var bir tane hələ. O da sentyabr gedir. Hə, inşallah. Onun ikinci təhsili var idi deyə o dayandırmışdı, indi yerindən qoşulur. Aydın olduğu bu da. İndi istisnalar var ki, orada sən nə sait artırsan, nə samit artırsan, ç dəyişməyəcək. Bax, heç nə olmayacaq. Deyirəm əmlak. Əmlak. Elə. Şərik. Malik. Hə, bu vacibdir. Düşə bilər. İştirak. Bir dərəsi şəriyə sözü çaşdıra bilər. Çünki onu y kimi deyə bilirsən, amma əslində dəyişməməlidir. İştirak. Türk. Bax, bir dənə sözü, türk dahilə, sözün sonu ç ilə bitir. Y samitdən artıran türk, məsələn, türkə sözün var deyək. Türkiyə Malik deyirik də, Malik. Malik deyirik, amma Malik olmalıdır, yaxşı. Əmlak deməli, əmlaya demirik. Və yaxud türkə sözün var deyirəm, türkiyə sözün var demir amma. Amma bayaqki qaydada deyirəm ki, sait artıranda y olur. Amma türkə deyirəm, görürsünüz, sait amma dəyişmirəm. Şəriyim, bax, əslində şəriyim var deyirlər. Y-yə keçirdilər, amma düzgün belədir, şərikim var. Ç olduğu kimi qalır. Məntiqsizdə amma var. Əmlak, şərik, malik, iştirak, türk. Çoxdur belə söz. Tək, türk. İştirak yazdım, bu tipli sözlər. Bundan başqası düşəsi sizə. Türkçə bax. Bunlarda heç bir dəyişiklik olmur. Dəyişmir. Türk deyir bizə. Dəyişmir. Müəllimə şəkil çartını dəyişmir də, eləmi? Dəyişmir. Xeyr, Ülgür. İstəyirsən saitdən şəkil çartır, istəyirsən samitdən şəkil çartır. Bu sözlərin heç birində dəyişmə yoxdur. Yaxşımı? Şərik sözündə li artıranda biraz elə bir q dəyişirək axırdı. Şərikli olur Mənə məsələn. də elə gəlir. Məsələn, şəriyin deyə bilirəm əslində düzgün tələffüzdən. Sahib artırıb dəyişir, amma qayda deyir ki, dəyişməməlisən. Yaxşımı? Bəli.